Hər bir salamlayıram videomuza, xoş gəlmişsiniz. Neçə gündür ki video yox idi, artıq geri qayıtdı. Özə tək geri qayıtmadım, Azərbaycan TikTok əfsanələri ilə birlikdə geri qayıtdım. Kanalımızın aktivliyində ölüb neyi var? İzləyicilərin bəlkə də mənə yaddan yorğunam, biraz danışa bilmirəm. İzləyicilərin bəlkə də mənə yaddan çıxarıb, amma like ataraq yəni bizə dəstək ola bilərsiniz. Kanalımıza da abunə olun ki, mən bilirəm ki gələn bu vaxtda yəni 4000 abunə olacaq. Çox uzatmadan keçdiyi videoya xoş izləmələr. Artıq yəni davamlı video paylaşmağa çalışacağam. İşin aman olsun Mərahim. O Mərahim həyatdan soyuyub. Özü elə bir qəsdən yıxıldı. Yox, qəsdən yıxılana oxşamadı. Halı yoxdur. Bir dənə gözlərinin altına baxın. Yazıq çox işləyib, bəlkə də bundandır. Mənim günümə baxın bir dənə. Gözlərim falan qızarıb. Ne deyək, gəlay qonşunun qızı. Oy da suya qənaət. Adam donar soğuqdan, miningit falan olar adam. 40 dərəcə qızdırma. Başın yan, harda olsan ol, Ağdam uşaqların yanında ağıllı ol. Ayejim var. Qaş nə deyir, özü də bilmir. Yaşı azdı, telefon işlədir. Amma bunun yaşda olanda telefonu necə yandırıb söndürülə bilmirmi? Oy da. Qapı indi qışqırır. O 2 nəfər saxlaya bilmir. Bu qapının qiyməti nə qədər olar? Yəni o qədər ziyanı getdilər də. Vay 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 vay, bu kimin balıdır? Təmiz ballı özü də. Dubai Steve sosisidir ya bu. Rus xalalarının balı, Rus xalalarının şəkəri. Üzü gülür ha. Elimizdə. Açqın da zolla gözlə qardaşım. Saqqala kant atıblar elə bir. Saqqalının buralarını qırxıblar. 5 Rus Göşə. bala qatili. Qardaşım, razısan? Bəli. Hardan gəlmişdin? Təlla Parkı. Bakı. Tumbul Tır Parkından tanıyırsınız bu qardaşı. Efirimizdə öz stili ilə bu günləri qəşəng sözlər yazırsınız. Biz də baxıb oxuyuruq. Öpürəm hamınızı. Sağ ol. Sağ ol. Bəyroz. Alversi kim? Ay Bəyroz. Açıqını çıxarmaq istəyirdi. Gördü ki alınmırdı yəni. O vaxt mənə yox deyən qızlar. Nə oldu indi gəl? İndi profilimdə yatırlar. Yuxular şirin olsun. Bundan sonra mən də sənin profilində yatacağam. Qaqa salto vurmaq istəyir. Bilirəm də uzaq görənəm, bilirəm ki salto vuracaq. İşlər tərs getdi. Əvvəlki kimi yaxşı reaksiya verə bilmirəm. Çox danışa bilmirəm daha doğrusu. Ay düşmüşəm canavar dalına canavar qatır. Ay camaat buna baxın. Vay canalara getir şeylə dalga. Vay Canavarla görüntülü danışır elə bir deyir, canavar qaçma. Vay canavar nə gülə qalmısan ha? Nə Orxan? Okuv nədir? Hə, okuş. Yenə şınla W-nu qarışdırıblar. Vasif, Vasif, senin için bir oyuna var. Qaqaş tip qardaşdır deyəsən. Nə oldu? Xəstə sağaltdı. Senin bura qoyanın vardasın. Oydo. Uyda bu neydi Allah? Bu video deyəsən xaricilərin videosudur. Azərbaycanda dublaj eləyiblər. Bu qədər pulum olsa fikirləşirəm ki, ancaq hara xərcləyim. Hinduşkam itip küçeler karışır. Hamının hinduşkası itirir. Kim görse desin Bu mahnını kim oxuyub? Süni intellekt deyəsən bu mahnı. var. Gayet Mən də süni intellekt hazırlayıblar. Bunu heç bir müğənni oxumaz. Ancaq yəni babat trend olub da, Azərbaycanda məşhurdur. Bir doktor olamadıq, amma hastamız çox. Salamun aleykum. Oy, qaqaşı yorumlarda əsl yəni. Neysə. İtaliyada quşların səmadakı rəqsi görənləri valih etdi. O elə bir qələmlə çəkirlər. Nə olar ki, Azərbaycanda da olsun da belə bir şey. Bu
Onu da aldadıblar, heç səsin qəşəngdir. Oxu alınacaq. Həvəsə gəlib oxuyur. Bunların da videoları necəsə olur, çox izlənir. Yəni söhbət bundan gəldim. Ümumiyyətlə deyən yayınlarında falan çox adam olur. Nəyə maraqlı gəlir insanlara? Belə oxumağı qəşəng zaddır bunun yayınlarında bu qədər insan qalır yəni. İzzəti yayında heç adam olmur. Vay necə dayanıb bu orada elə ya. Əsl reklam belə eləyərlər. Xaricdə heç belə reklam etmir. O əzələli oğlan. Oydu əzələyə bax bir dənə hə. Sıx bədəni. Uydu ola kürəyə bax. Sürətləndirilmiş çəkiliş. Digidans Mickey Mouse. Digidans Mickey Mouse. Qətiyyən sürətləndirilməyib ha. Müsaitsinin başı gedib. Sıxatda be. Ayda da sen opsi 5 tane dedin değil mi o? 5 tane dedim 2 oynayla belə oynayırıq. Kaydı atım, danlın bağla kaydı atıram sana. Ay Mire, ay ne de zanlı bak lan sen ne çalışıyorsun? Danlını bağla kaydı atım da sana, sen yalan danışsan. Bir dəfə hardasa görmüşdüm Müsaitsinin yayınını. Yayınında 20.000 adam var idi. 20.000 deyib belə göstərdim. Yəni yayınında 20.000 adam var idi. Hələ qalxırdı yayın. 11 milyon ekran tıklaması var idi. Nə qədər idi bilmirəm. Babat hədiyyə gəlirdi ya. Məncə bərbərliyin başını burax, sən TikTokda işlə özün üçün. Vacibə sonra sevirdi. O nə qədər yanımdaydı, bir də xoşladı. Bu nə deyə? Qruza düşürlər. Canlıda hamı qruzdadır bir dəqiqə. Noyabr aydı, yəni sezonu ola bilər. Əgər hələ də videomuza like atmamışsınızsa, like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Əlinin yəni barda nə işi var? Onsuz yəni əlildə belə pis çıxmasın. Yəni ayaq üstə durub oynayıb falan eləyə bilmir. Yəni onu oraya kim gətirib? Yəqin ki əyləncə üçün gətiriblər. Amma video çəkməyin də heç yeri yoxdur orada. Oy qaqa nə qədər pişiyi var burada. Hamısı da eyni rəng. Yox hamısı lap eyni rəng deyil amma bir-birlərinə çox oxşayırlar. Eyni boyda falandılar. İşte kimse eləyib da pskat ödüm Pişiklər məskənidir təmiz. Məncə Azərbaycanda olmaz bu. Bəlkə də Azərbaycanda tam daya bilmək olmur. Gəlin düzün deyək, Bagi deyirlər də desən. Bagi ən çox əsmər qızlara yaraşır. O təsəvvür edin bu cür video çəkirəm. Bir videonun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldiysə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidilə sağ olun, sevilirsiniz.